2006-cı ildə baş ofisi New York şəhərində yerləşən Times jurnalı milyonlarla insana ilin adamı statusunu verib. Bu məlumatı eşidəndə mənə biraz qəribə gəldi və bunu araşdırdım. Gördüm ki, heç demə bu statusun verilməsi üçün hər hansı bir əsas var. Əsas da odur ki, həmin bu milyonlarla insan Wikipedia, YouTube'a, Facebook'a, müxtəlif platformalara, müxtəlif kontentlərini yerləşdirib və jurnalın üst səhifəsində də çox maraqlı bir yazı yazılıb. Bəli, sən əsrin informasiyasına nəzarət edirsən, öz dünyana xoş gəlmişsən. Yəni ki, kontent yaratmışsan, internet dünyası üçün nə isə bir iş görmüşsən və buna görə biz səni ilin adamı elan edirik. Time jurnalının verdiyi ilin adamı statusu haqqında bir qədər məlumat verdim. İndi isə keçək əsas məsələyə. İlin həkimi. Həkimlərin əksəriyyəti bu nominasiya haqqında məlumatlıdırlar. Ona görə də istəyirəm bu məlumatı çatdırım. Ətrafında həkimlər olmayan, bu haqda heç bir məlumat olmayan insanlara. İlin həkimi statusunu necə əldə etmək olar? Başıma gələn bir hadisəni sizinlə bölüşmək istəyirəm. Günlərin birində mənə zəng gəldi və telefonun otayında mənə təbrik eləməyə başladılar ki, siz təbrik edirik, siz ilin həkimi nominasiyasına namizədlərdən birisiniz. Bir qədər söhbət eləyəndən sonra dedilər ki, heç demə bunlar sorğu keçiriblər və sorğunun nəticələrinə görə mən ən yaxşı həkimlər siyahısındayam. Və soruşdum ki, heç olmasa sorğuda iştirak edən 3 nəfərin adını deyin. Bir nəfərin də adı deyilmədi. Daha səmimi söhbət elədik. Sonradan məlum oldu ki, sadəcə olaraq mən filan qədər pul ödəməliyəm. Ondan sonra qırmızı xalçanın üzərində müəyyən bir zala girməliyəm. Əynimdə olmalıdır. Yəni orada dress code da tələb olunurdu və həmin zalda qala gecəsi olacaqdı. Həmin zalda müxtəlif məşhur aparıcılar olacaqdı, müğənnilər olacaqdı və mənim kimi pul verən insanlar olacaqdı. Və onların qabağında utanmaz məni təbrik eləyəcəkdi. Mən də həmin o geydirmə sertifikatı əlimə almalıydım və həmin o kuboku əlimə götürməliydim ki, mən artıq ilin həkimiyəm. Əvvəllər bu məsələlər təzə başlayırdı deyə kolleqalarımın əksəriyyəti elə bilirdilər ki, həqiqətən də ilin həkimi nominasiyası həqiqi sorğunun nəticəsidir və ona görə də həmin pulu ödəyirdilər və fikirləşirdilər ki, həmin pul qala gecəsinin məsrəfidir. Amma illər keçdi və biz gördük ki, eyni təklif, demək olar ki, hər kəsə gəlir. Sadəcə olaraq pul vermək lazımdır ki, insana ilin həkimi nominasiyasını təqdim eləsinlər. Ona aid bir sertifikat versinlər. Məsələni yekunlaşdırmaq istəyirəm. İlin həkimi nominasiyasının heç bir hüquqi, heç bir faktiki əsası yoxdur. Onun heç bir dəyəri yoxdur və kimsə özünü ilin həkimi nominasiyası ilə reklam etmək istəyirsə, başa düşsün ki, həkimlərin arasında həmin insan gülüş hədəfinə çevrilir.